Nizami metrosunun yaxınlığında 18 saylı məktəbin yanında ümumi sahəsi 156 kvadrat metr təşkil edən çıxarışlı, yeni tikili binada qanuni 4 otaqlı təmirli mənzil saxlanmaq istəyənlər mütləq bu videonu izləsinlər. Giriş etdiyi mənzilin daxilinə gördüyünüz kimi burada nəzərdə tutulan hol hissəsi geniş formadadır. Bu hissədə qarderob quraşdırılıb, mənzilin giriş qapısı qarşı tərəfdəndir. Bura nəzərdə tutulan mətbəx hissəsi təmirli səliqəli vəziyyətdədir. Qarşı tərəfdə pəncərə var. Bura bir otaq, yataq otağım kimi nəzərdə tutulub. Buranın da eyvana çıxışı var. Bura ikinci otaq, qonaq otağı. Eyni qaydada qarşı tərəfdə pəncərə var. Eyvana çıxış da buradan mümkündür. Dəhlizin sağ tərəfində hamam otağı və sanuzeldə ayrılıqda yerləşir. Bura üçüncü otaq və burada dördüncü otaq. Burada da eyni qaydada eyvana çıxış etmək mümkündür. Cam balkondan bağlanılıb. Nizami metrosu da o istiqamətdə yerləşir. Gördüyünüz bu evin isitmə sistemi kombidir. Bu evi satın almaq istəyən hər bir şəxs prosesindəki mobil nömrə ilə birbaşa əlaqə saxlaya bilərlər.